Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən biologiya müəllimi Vahid. Bu gün mən sizə biologiya 8-ci sinif dərsliyindən birinci hissədən birinci mövzunu, yəni yeni nəşr olunan kitabdan birinci mövzunu izah edəcəyəm. Birinci mövzu hüceyrənin kimyəvi tərkibi su. Burada hüceyrənin kimyəvi tərkibi, suyun rolu, suyun nə qədər vacib olması haqqında məlumatlar verilibdir. Əvvəlcə fikir versək görərik ki, deyir ki, Yunan filosofu Demokritik istənilən cisim kiçik zərrəciklərdən ibarət olduğunu irəli sürmüşdür. Onun fikrincə hər hansı bir maddəni daha kiçik hissələrə bölməyə davam etsək, bölünməyən zərrəciklər alınır. O, maddənin bu zərrəciklərini atomlar adlandırmışdır. İndi də belədir, bəli, biz maddəni ən kiçik zərrəciyə qədər, yəni parçalasaq əgər, nəhayət ki, ən kiçik zərrəcik özü bölünməyən zərrəcik adlanacaqdır ki, biz buna bölünməyən hissəciyə deyəcəyik atom. Atom adlandıracağıq. Ümumiyyətlə, atom nədir? Maddəni təşkil edən ən kiçik zərrəcikdir. Bəs maddə nədir? Biraz bununla biz aydınlıq gətirim. Maddə kimyada belə bir tərif var ki, cisimlərin təşkil olunursa biz onlara maddə deyəcəyik. Amma bundan əlavə misal üçün mən istəyirəm ki, nümunə üzərində misal göstərəm. Tutalım ki, qızıl. Qızıl özü əgər maddə olarsa, onda qızıldan hazırlanmış hər hansı bir əşya, zinnet əşyası mı deyək, fərqi yoxdur, istənilən bir əşya mı deyək, biz onlara artıq cisim deyəcəyik. Misal üçün, qızıl əgər maddə olarsa, onda qızıldan hazırlanmış hər hansı bir əşya cisim olacaq, yəni üzük. Və yaxud ki, dəmir olsun. Dəmir maddə olarsa, onda dəmirdən hazırlanmış çəngəl, bıçaq və s. qaşıq cisim adlanacaqdır. Yəni onda belə çıxır ki, həqiqətən də cisim nədən təşkil olursa, biz onlara maddə deyəcəyik. Bir növ maddənin özünə bir xammal kimi baxmaq olar. Yəni xammal kimi adlandıra bilərik biz maddəni. Onda maddənin də ən kiçik tərkib hissəsini, maddənin təşkil olduğu ən kiçik hissəsini, zərrəciyini biz adlandıracağıq və atom. Biz onu adlandıracağıq atom. Onda maddənin kimyəvi tərkibinə baxsaq əgər, həqiqətən də deyirik ki, burada yazılıb ki, atom maddənin kimyəvi yolla bölünməyən ən kiçik zərrəcikdir. Bütün maddələr atomlardan ibarətdir. Bir çox maddələr öz aralarında kimyəvi rabitə əmələ gətirən atomlardan ibarət molekullar təşkil olunmuşdur. Bəs molekul nədir? Bunu deyim. Bir neçə atom birləşərək, yəni müəyyən bir rabitə vasitəsilə, rabitənin, yəni belə deyək, bir əlaqə, bir körpü kimi hələlik ki, nəzərdə tutun, belə başa düşün. Yəni bu əlaqələr, bu körpülər vasitəsilə hər bir atomlar, yəni müəyyən sayda atomlar bir-birinə birləşərək, yəni yeni bir hissəcik nə adlanır, əmələ gətirir? Molekul əmələ gətirir. Misal üçün, mən burada belə bir şey göstərmək istəyirəm sizə. Deyək ki, su molekulu. Baxın, suyun tərkibində hidrogen, yəni 2 hidrogen, bir dənə də, yəni bir dənə hidrogen burada, bir dənə hidrogen burada, bu ağ dairədə, yəni şarlar, hidrogen molekuludur, atomudur daha doğrusu. Bu narıncı hissədə verilən isə oksigen atomudur. Yəni həqiqətən də su molekulu H2O kimi yazılır, yəni 2 dənə hidrogen, bir dənə oksigendən ibarətdir. Sonra şəkər molekuluna baxsaq görürük ki, şəkər molekulunda daha çox atomlar vardır. Şəkərin tərkibində həm karbon, həm hidrogen, həm oksigen vardır. Karbonlar qara ilə göstərilibdir. Karbon atomları qara ilə göstərilibdir. Sonra hidrogen atomları ağ, boz rəngdə göstərilibdir. Oksigen atomları isə narıncı rəngdə göstərilibdir. Yəni buradan görünür ki, maddənin əsas tərkib hissəcikləri nədir? Atom molekullardır. Yəni ən kiçik atomdur. Nisbətən böyükləri, yəni ki, bir neçə atom birləşərək molekul əmələ gətirən hissəciklərdən təşkil olunmuşdur maddə. Davam edirik. Misal üçün,
Məsələn, oksigen molekullarının bir-birinə bağlı iki oksigen atomu olma gətirir. Sonra müəyyən bir maddə bütün molekulları həmişə eyni növ sayda atomdan ibarətdir və belə bu formada yeni məlumatlar əldə edə bilərsiniz. Misal üçün, hər bir atomun özünə məxsus xüsusiyyətlərə malikdir. Bu səbəbdən müxtəlif elementlər bir-birindən fərqli kimyəvi və fiziki xüsusiyyətlər göstərir. Məsələn, qızıl və gümüş elementləri bu xüsusiyyətlərə görə bir-birindən seçilir. Misal üçün, qızılın rəngi nisbətən parlaqdır. Gümüş rəngi isə boz rəngli, yəni boz gümüş rəngli olur, fərqlidir. Yəni en azından rənglərinə görə, başqa xüsusiyyətlərinə görə, misal üçün aktivliyinə görə və yaxud da ki, sərtliyinə görə, yumşaqlığına görə müəyyən bir fərqlər var aralarında. Bu səbəbdən də bir-birindən fərqlənirlər. Məsəl üçün, gümüş atomları ancaq gümüş elementi ancaq gümüş atomlardan təşkil olunmuşdur. Sonra qızıl ancaq qızıldan təşkil olunmuşdur və s. Alimlərin fikrincə təbiətdə 92 növ müxtəlif atomlar kəşf olunmuşdur. Bu təbiətdəki 92 elementə rast gəldi deməkdir. Hər bir elementin özünün atomu vardır. Bu baxımdan. Misal üçün, burada kitabda fikir verirsəniz, görərsiniz ki, xörək duzu, şəkər və təbaşirin xüsusiyyətlərini göstərəbilir. Xörək duzunun tərkibində nə var? Tərkibində natrium və xlor var. Yəni natrium elementi və xlor elementi var. Natrium atomları və xlor atomları var tərkibində. Yəni bildiyimiz bu xörək duzu, qida kimi istifadə etdiyimiz xörək duzu. Şəkər bayaq göstərdiyim tərkibində nə var? Hidrogen, oksigen və karbon atomları vardır. Sonra təbaşirin tərkibində kalsium, karbon, oksigen atomları vardır. Və bu oksigen, karbon və kalsium atomları bir-birinə müəyyən bir əlaqələr, körpülər vasitəsilə birləşərək, yəni rabitələr vasitəsilə birləşərək təbaşiri əmələ gətirir. Yəni belə başa düşmək olar. Misal üçün, burada fəaliyyət hissəsində insan orqanizmini təşkil edən və atmosfer havasının tərkibində əsas elementlər cədvəli göstərilmişdir. Misal hidrogen, karbon, azot, oksigen, fosfor, kükürt. Fikir versək görərik ki, misal üçün, burada hər bir elementin sıra nömrəsini göstərir. Və sıra nömrəsi nədir? Yəqin kimya oxuyanlar biləcək ki, bu sıra nömrəsi Mendeleyev cədvəlində, yəni dövr sistemi cədvəlində elementin yerləşdiyi sıradır. Yəni sıranın nömrəsi daha doğrusu. Yəni məsələn hidrogen ki, birinci sırada, bunun kütlə ədədi, atom kütlə ədədi, yəni ki, 1-ə bərabərdir. İnsan orqanizmində faizlə miqdarı 9,5% təşkil edir. Atmosfer havasında isə 0,5% bu deməkdir ki, çox kiçik bir rəqəmdir, yox səviyyəsində bir şeydir. Və digərlərini bir-bir saymıram. Müzakirə hissəsində deyir ki, hər bir elementin bir atomu üçün proton və neutron sayını hesabla onları müqayisə edin. Misal üçün, götürək ki, hidrogen. Hidrogenin atom nömrəsi, sıra nömrəsi 1-ə bərabərdirsə, deməli onda proton sayı da 1-ə bərabərdir. Onda kütlə ədədindən mən proton sayını çıxsam və yaxud da ki, neutron sayı ilə proton sayını cəmləsəm, toplasam, bizə verəcəkdir kütlə ədədi. Yəni atom kütlə ədədini verəcəkdir. Yazım bunun üstünə. Misal üçün, mən kütlə ədədindən, kütlə ədədin isə 1-dir elə burada. Mən 1-dən sıra nömrəsini çıxsam, yəni 1-i çıxsam, 0 qalır. Yəni bunun neytronu 0-a bərabərdir. Sonra karbon üçün tapsam əgər, karbonda kütlə ədədi 12-dir. Onda 12-dən mən 6-sını çıxsam, 6 qalacaq. Oksigendə 16, kütlə ədədi 16-dır. 8-i çıxsam, 8 qalır və s. Misal üçün, fosforda protonun sayı 15-dir, həmçinin sıra nömrəsi 15-dir. Nisbi atom kütlə, yəni kütlə ədədi 31-ə bərabərdir. Onda mən 31-dən çıxsam əgər 15-ini, qalır 16-na neutron sayı. Onda biraz çıxır ki, neutronla sayı ilə proton sayılarının cəmi bizə nə verir? Atom kütlə ədədini verir. Biraz kimya inteqrasiya olunub bu hissə. Sonra ikinci də ki, sizcə nə üçün insan bədənində oksigenin miqdarı digərlərindən daha çoxdur? Ona görə ki, bunun səbəbi çox ola bilər.
Birincisi, insan yəni bədənində, insan orqanizmində suyun miqdarı yetərincə var. Yetərincə su miqdarı vardır. Suyun tərkibində oksigen və hidrogen elementləri vardır. Ancaq yəni, oksigendən danışırıq biz burada. Bundan əlavə insan orqanizmində üzvü maddələr ki vardır. Bu üzvü maddələr karbon, hidrogen, bayaq dediyimiz kimi karbon, hidrogen, azot və oksigen elementlərindən ibarətdir. Oksigen özü də görürsən ki, əksər üzvü birləşmənin tərkibində vardır. Ona görə də bu baxımdan suyun əsas tərkib hissəsi olduğuna görə də daha çox təşkil edir. Sonra havanın tərkibindəki hidrogenin miqdarı ilə insan orqanizmindəki hidrogenin miqdarı arasında bir neçə müqayisə aparıla bilər. Müqayisə belə aparıla bilər ki, havanın tərkibində hidrogen çox azdır, demək olar ki, yox səviyyəsindədir. Amma insan orqanizmində yetərincə var. Yəni bu formada müqayisə aparıla bilər. Sonra canlı orqanizmdə olan maddələrin və kimyəvi birləşmələrin təxminən 99% əsasən 4 elementdən bayaq dediyim karbon, hidrogen, oksigen və azotdan ibarətdir. Bu 4 element ki var, karbondur, hidrogendir, azotdur, oksigendir. Bunlar faizlə daha çox təşkil etdiyinə görə miqdarı kitablar burada verir 99% təşkil etdiyinə görə biz bunları makro elementlər bəzən adlandırırıq. Yəni makro, yəni faizlə miqdarı daha çox olanlar. Bu 4 elementdən başqa elementlərlə birlikdə canlı orqanizmin bütün molekulların əmələ gəlməsində istifadə olunur. Bəli. Deməli, hüceyrədə ən çox rast gəlinən kimyəvi birləşmələrə aiddir. Canlı hüceyrələrin əsas hissəsini təşkil edir su. Bəli, bayaq dediyim ki, su təşkil edir. Sonra karbohidratlar, yağlar, zülallar təşkil edir. Yağlar, karbohidratlar, zülallar, amin turşular və s. Deməli, karbohidratların da tərkibi karbon, hidrogen, oksigen, bu kimi elementlərdən ibarətdir. Əslində karbon, hidrogen, oksigen. Sonra zülalların tərkibi karbon, hidrogen, oksigen və azot elementlərindən ibarətdir. Yağların da tərkibi həmçinin karbon, hidrogen, oksigen elementlərindən ibarətdir. Ona görə də göründüyü kimi bu saydığımız maddələrin tərkibində hamısında demək ki, karbon, hidrogen, oksigen, zülallarda həmçinin azot, yağlarda da həmçinin karbon, hidrogen, oksigen olduğuna görə bunlar faizlə daha çox üstünlük təşkil edir. Keçək su haqqında biraz məlumat verməyə. Su həyat üçün ən zəruri, ən vacib, mən deyərdim ki, qida sayılır, qidadır. Həm də su orqanizmdə gedən bütün bioloji proseslərin getməsi üçün bir mühit rolunu oynayır. Həm həlledici rolunu oynayır, həm də mühit rolunu oynayır. Məsələn, qanın tərkibində demək olar ki, plazmanın, formaların, sonra qan zərdabının tərkibində müəyyən qədər nə var? Su var. Bu su demək olar ki, digər toxumalara var. Beyin toxumasında, sinir toxumasında və yaxud da sümük toxumasında, digər toxuma növlərində də nə var? Su var. Hətta insan bədən kütləsi təxminən 80% təşkil olunmuşdur. Bəs veribdir. Bəzi bitki heyvanlarda isə bu göstərici 95%-ə qədərdir. Hətta çoxdur. Bəli. Göründüyü kimi kitabda burada suyun formunu veribdir. Fikir versəz görərsiniz ki, suda bir dənə oksigen, 2 dənə də var, hidrogen atomu var. Yəni qısa olaraq biz bunu yəni kimyəvi yolla desək H2O kimi yazmaq olar. Yəni sxematik olaraq 2 dənə hidrogen, bir dənə oksigen ibarətdir. Hidrogenlər mənfi, oksigen mənfi yüklənibdir. Hidrogenlər isə mənfi, müsbət yüklə yüklənibdir. Mənfi deyil artıq oksigen. Hidrogen mənfi yüklə yüklənən oksigen oldu. Hidrogen isə nədir? Müsbət yüklə yüklənibdir. Bu yüklərin nə olduğunu izah edəcəm. Su molekulu, bu göstərilən bu ki var, şəkildə göstərilən bu hissə, bu su molekuludur. Su molekulları bir-birinə müəyyən bir əlaqə vasitəsilə birləşirlər. Bu əlaqə biz deyəcəyik rabitə. Bunlar da hidrogen rabitəsi ilə birləşir. Görürsünüz, bu hissədə veribdir. Bu hissəni veribdir. Hidrogen rabitə ilə birləşirlər. O hidrogen rabitəsi bir su molekulunun hidrogeni ilə digər su molekulunun oksijeni arasında əlaqə yaratdığına görə
Biz ona deyəcəyik hidrojen rabitəsi. Və su molekulunda çoxlu miqdarda yəni iki su molekulu arasında əgər minimum bir hidrojen rabitəsi olsa, gör nə qədər su molekulu saymaq olar. Və ya da gör nə qədər su hidrojen rabitəsi saymaq olar. Hidrojen rabitəsi haqqında daha ətraflı danışaq. Deyək ki, hidrojen rabitəsi bir-biri ilə birləşmiş su molekulları hidrojen və oksigen elementləri atomdan ibarətdir. Dediyim kimi, suyun xüsusi istək tutumu başqa mayələr nisbətən xeyli yüksəkdir. Buna görə də o tədricən qızır və tədricən soyuyur. Molekullar arasında zəif hidrojen rabitəsi olduğundan su yüksək donma temperaturuna malikdir. Bəli, molekul arasında zəif hidrojen rabitələri olduğundan, bu rabitələr çox zəif olduğuna görə asanlıqla, yəni belə deyilir, dona bilir. Yüksək temperaturda qaynayır və aşağı temperaturda su dona bilir. 0 dərəcə Selsidən aşağıda donur, 100 dərəcə Selsidən yuxarıda qaynayır. 0-100 arasında isə maya halda olur. Deməli, canlıların yaşaması üçün də ən vacib aqrəqat halı maya halında olan sudur. Donmuş suyun, yəni buzun da sıxlığı yəni maya halında olan suyun sıxlığından az olduğu üçün o suyun səthinə ayrıcı qat təbəqəsi yaradır. Buna deyək istilik izolyasiya təbəqəsi. Misal üçün, suyun, yəni çaylarda, dənizlərdə, göllərdə suyun yəni soyuq havalarda suyun üst təbəqəsi buzlaşır ya donur, alt təbəqəsi isə nə olur? Donmur. Bu da suda yaşayan canlılar üçün mühümdür, çox mühümdür. Misal üçün, başqa bir şey də baxaq. Deyək ki, donmuş suyun, yəni buzun su molekulları arasında hidrojen rabitəsi sabitdir. Və nə üçün? Çünki buz özü nədir? Bərk maddədir. Onların molekulları arasındakı məsafə də həmişə sabit olduğu üçün hidrojen rabitəsi də sabit olur. Mayada isə, yəni suda isə bu fərqlidir, artıq sabit deyil. Sonra bitki yarpaqları tərəfindən suyun buxarlandırılması deyir. Günəş işığında bilir ki, yarpaq toxumasının həddən artıq qızmasın deyə suyu buxarlandırır. Buna transpirasiya deyilir. Artıq yəni bitki həddən artıq qızmaqdan qoruyur. Hətta insan orqanizmi tərləmə vasitəsilə, misal üçün, orqanizmdən su itkisi baş verir. Həmçinin bu zaman orqanizm nə olur? Soyuyur. Bədən temperaturu tənzimlənir, sabit saxlanılır. Yəni suyun orqanizmdə rolunu saymaqla bitmək olmaz. Dediyim kimi, həmçinin də orqanizmdə həm maddələrin daşınmasında, həm istiyin tənzim olunmasında, həm kimyəvi reaksiyanın getməsində mühüm rol oynayır. Sonra həlledici olan su molekulları həll olan molekulları əhatə edir və onları məhlulda saxlayır. Həll olan maddənin molekulları daha asan reaksiya daxil olaraq mübadilə prosesində iştirak edir. Çünki su molekulları polyardır və polyar molekulu hər hansı digər maddələr də suda həll olur. Polyar molekul nədir onu deyim. Niyə su daha asan həll edici rolunu olur? Çünki su molekulu polyardır. Su molekulu polyardır o deməkdir ki, yəni tərkibində bayaq yuxarı göstərdiyim kimi mənfi və müsbət hissəciklər vardır. Mənfi qütblər olacaq nə? Oksigen, müsbət qütb olacaq hidrogen. Da burada göründüyü kimi, da bu hissədə. Ona görə polyar olduğuna görə daha çox həlledici rol oynayır. Sonra deyir ki, karboksil və ya amin qrupları kimi iyonlaşmış qrupları olan karbonlu birləşmələr suyun hidroksil qrupları, yəni hidrojen rabitələri əmələ gətirərək asanlıqla suda həll olunur. Karboksil qrupu nədir? Qoy əvvəlcə deyim. Nisbətən burada kimyaya müdaxilə etmiş oluruq. Üzvi karbon turşuları ki var, yəni üzvi maddələr sırasına aiddir. Bunların tərkibində xüsusi funksiya idarə edən qruplar var. Və o qruplar karbon, oksigen və hidrojen elementlərindən ibarətdir. Misal üçün, bunu burada möhtəviyəsini verib. Karbon, oksigen və hidrojen elementlərindən ibarətdir bu qrup. Buna deyirlər karboksil qrupu. Xüsusi olaraq funksional qrupdur bu. Həmçinin amin qrupu, amin turşularda, vitaminlərdə, bunlarda mesela amin qrupu olur, NH2 qrupu. Göründüyü kimi, yəni burada azot və hidrojendən ibarət qruplar ki var. Bunlar iyonlaşmış qruplar. Yəni
karboksil qrupunda mənfi olur. Amin qrupunda nə olur? Müsbət qruplar olur. Bunlar iyonlaşmış qruplar, yəni yüklü qruplar artıq olur. Sonra natrium xlorid, məsələn, xlorid özü kimi birləşmələr suya müsbət və mənfi yüklü iyonlar buraxır. Bu iyonların ətrafında isə su moleküllər qruplarına gətirir. Bəli. Məsələn, natrium müsbət iyonları ilə xlor mənfi iyonları, həmçinin yəni H2O-nun, yəni suyun təsirində, bayaq dediyim kimi suyun tərkibində olan müsbət və mənfi yüklü hissəciklər ki var, amma onların təsirindən bir-birinə əlaqəli oturaraq müəyyən qruplarla gətirirlər. Həmçinin suyun içi tutumda vardır. Müəyyən vacib bioloji proseslərdə rol oynayır və s. Bayaq da dediyim gibi burada var görürəm yazıb ki, su həm də maddələrin daşınmasında əhəmiyyətli vasitədir. İnsan və heyvan orqanizminə daxil müəyyən mühitinin tərkibindəki suyun hesabından hüceyrələrə qidalı maddələr çatdırılır və parçalanan massaları hüceyrədən kənarlaşdırılır. Bəli, deməli, insan və heyvan orqanizminə daxil müəyyən mühiti qan, plazma və limfa toxum müəssisədir ki, qanın da tərkibində müəyyən qədər su vardır, limfa həmçinin toxum müəssisədə su vardır. Bunların sayəsində həm qidalı maddələr daşınır, həmçinin orqanizmə lazımsız məhsullar nə olur? Çıxarılır, çıxdaş olunur, ifrazat olunur, kənarlaşdırılır. Sonra burada bitki orqanizmində suyun hərəkəti və ona görə bir maraqlı bir şəkil üzərində izah edildi. Deyir ki, oduncaq borusu divarının səthi ilə su molekülləri arasındakı cazibə nəticəsində yapışma baş verir. Baxıram ki, bəli, baxın, bu deyəlim ki, bu oduncaq borusunun səthidir. Bu da ki, bu göy, mavi hissənin yazılanlar da su molekullarıdır ki, bu su molekulları ilə bu hissə ilə bunlar bir-birinə müəyyən qədər cəzb edirlər, yapışırlar. Bu cəzb etmə nəticəsində oduncaq boru səthi ilə su molekulları arasında cazibə qüvvəsi yaranır və yapışmağa xidmət edir. Sonra deyir ki, bu tərəfdə molekullar arası hidrogen rabitəsi sayəsində bəzi su molekulları oduncaq borusu ilə yuxarı qalxarkən digər su molekulları da özləri ilə yuxarıya doğru çəkir. Bəli, baxın, nə deməkdir bu? Bu deməkdir ki, bir su molekulu irəliyə doğru hərəkət etdikcə özü ilə bərabər digər su molekulunda molekullar arası cazibə qüvvəsinin təsirindən çəkir aparır. Və beləcə gövdənin oduncaq borularında su hərəkət edə bilir. Düzdür, burada kök təzyiqi, sonra yarpağın soğucu qüvvəsində rolu vardır, amma bu da var da, yəni ki, suyun o polyarlığı sayəsində, yapışma qüvvəsi sayəsində nə olur? Bir su molekulu digər su molekulunu özü ilə yuxarı doğru çəkə bilir. Belə, mövzu bitdi bu qədər. Mövzu ilə bağlı sualınız olarsa, əgər hər hansı başa düşmədiyiniz olarsa, videonun rəy bölməsinə yaza bilərsiniz. Sağ olun, növbəti videolarda görüşənə qədər.